Ramiz Mehdiyevin əməyinin bəhrəsidir ki, Azərbaycan mediasında dövlətin, xalqın mənafeyi əvəzinə məmur mənafeyinin öndə tutulması prinsiplərini yeritməyə çalışırdı. Ramiz Mehdiyev faktiki olaraq Azərbaycan mediasını məhv etməkdə qərarlıydı və onlarla, yüzlərlə istedadlı jurnalistin ya mediadan kənarlaşmasına, ya başqa işə getməsinə, ya susmasına, ya da situasiya ilə barışmasına səbəbkar olmuşdu. Ramiz Mehdiyev texnokrat değildi. Deyil. Onun hakimiyyətə gəlmə yanğısı yaşa baxmır. İndi çoxları deyir, əşi nə istəyirsiniz, bundan 87 yaşı var filan. O hamısı boş söhbətdir. Ramiz Mehdiyev cinayətkar, mən bu sözü açıq deyirəm, çünki onun əməllərində cinayət əməlləri ehtimalı çoxdur. Mən onu cinayətkar adlandırmaq istəməzdim, amma cinayətkarlara hamilik edib.